71-ci sual. BC parçası CD parçasından 3 dəfə, AB parçası isə BC parçasından 2 dəfə uzundur. BC bölünsün AD nisbətini tapın. A, B, C, burada D. Əgər BC CD parçasından 3 dəfə uzundursa, onu CD x deyərək, burada 3x deyərik. AB parçası isə BC parçasından 2 dəfə uzundur. Yəni BC-dən 2 dəfə uzun, 3x-i 2-yə vuranda 6x edir. BC bölünsün AD nisbətini tapın. BC-ni 3x-la işarə etmişik. AD isə bütün parçanın uzunluğudur. Bütün parçada 6, 3 və buradakı 1x-i topladıqda 10x eləyər. X-lar ixtisar gedər, nisbət qalar 3 bölünsün 10, 71-də D bəndi. 72-də A paraleldir B-yə. BAK bucağı 150 dərəcə. BC isə ABD bucağının tən bölənidir. Bura 150 dərəcədir. BC tən böləndir. Tən bölən olduğuna görə burada alfa olur, burada alfa olur. Və bu 2 alfa ilə 150 dərəcə daxili çarpaz bucaqları əmələ gətirirlər. Çünki A və B paraleldirlər. Yəni 2 alfa bərabərdir 150 dərəcəyə. Alfa bərabərdir 75. Burada oldu 75, burada oldu 75. Bizdən nə istəyir? BCN bucağın. Yəni bu bucağı istəyir. Əgər bura 75-dirsə, bu bucaqla bu bucaq daxili bir tərəfli bucaqlardılar. 180-dən çıxaram 75-i, BCN də olar 105 dərəcə. 72-də E bəndə. 73-cü sualda. X çıxılsın alfa 120 dərəcədir. X çıxılsın beta 110 dərəcədir. X çıxılsın qamma 100 dərəcədir. Bunların üçünü də toplayaq. %20 üstə gəl 110 üstə gəl 100 dərəcə. X 3 dənə x var. Mötərizənin içərisində isə qarşıya mənfi atıb içəridə alfa, beta və qammanın cəmini yaza bilərəm. 120, 110 və 100 dərəcəni topladıqda edir 310 dərəcə. Digər tərəfdən isə burada alfa, beta və qammanın üçünün cəmi x-a bərabərdir. Yəni bu düsturdur. Bu 3 dənə olan içəridəki bucağın cəmi çöldə olan x bucağına bərabərdir. Onda 3x çıxılsın, bunun yerinə x yazaram. Bərabər 330 dərəcə. 2x bərabərdir 330 dərəcəyə. X da bərabərdir 330-u bölərəm 2-yə 165 dərəcə. Bizdən x-in qiymətini istəyir. 165 cavab olacaq A bəndə. 74-cü sualda OK şüası AOB bucağının tənbölənidir. Tənbölən olduğuna görə bilirik ki, bucaqlar bir-birinə bərabər olacaqlar. 3x üstə gəl 7 bərabərdir 32 çıxılsın 2x-a. 3x üstə gəl 2x bərabərdir 32 çıxılsın 7-yə. 5x bərabərdir 25-ə. X da bərabərdir 5 dərəcə. AOB bucağını istəyir. AOB bütün bucaqdır. Yəni bu ikisinin cəmini tapmaq lazımdır. 3x üstə gəl 7 bərabərdir. Üstə gəl 32 çıxılsın 2x. 3x-dan 2x çıxanda x eləyər. 32 və 7-ni toplayanda 39. X-in qiyməti 5-dir. Burada 5-ni yerinə qoymaq lazımdır. 5 üzərinə gəl 39. Bu da bərabərdir 44 dərəcə. Yəni AOB-nin dərəcə ölçüsü olacaq 44. Bu açıq sualdır. Keçək digər suala. 75-ci sualda. OK şüası AB bucağının tənbölənidir. AOB bucağının tapın. Burada da yenə tənbölən olduğuna görə bilirik ki, bucaqlar bir-birinə bərabər olurlar. 2x üstə gəl 25 bərabərdir 5x çıxılsın 23. 2x çıxılsın 5x bərabərdir mənfi 23 çıx 25. Mənfi 3x bərabərdir mənfi 48. X da bərabər mənfi 48 mənfi 3-ə böləndə 16. X oldu 16. AOB bucağı bütün bucaqdır. Yəni 2x üstə gəl 25 ilə 5x çıxılsın 23-ü toplamaq lazımdır. Bunu topladıqda 7x üstə gəl 2 verir. X-in qiyməti 16-dır, gətirib yerinə qoyuram. Yəni 7 vur 16 üstə gəl 2. 7-ni 16-ya vurub üzərinə 2 gəldi, cavab eləyəcək 114 dərəcə. 75-də 114
76-cı sualda. Bucağa qonşu olan iki bucağın cəmi 250 dərəcədir. Bucağa qonşu olan deyirsə, hansı bir bucaq götürək, çəkək, məsələn. A, O, B bucağı. Buna qonşu olan bucağın biri buradadır, bax budur. Digər isə buradadır. Yəni bu bucağa qonşu olan biri budur, biri budur. Və bu iki bucağın cəmi 250 dərəcədir. Bu şəkildən görürük ki, bu iki bucaq qarşılıqlı bucaqlardır. 250-ni 2-yə bölmək lazımdır. 125. Bunun hər biri 125 dərəcə oldu. Diğerində verilən bucağı tapın. Yəni bax buradakı bucağı istəyir. Əgər qonşudakı bucaq 125-dirsə, verilən bucağı da 180-dən çıxaram 125 eləyər 55 dərəcə. 76-da 55. 77-də. Düz xəttdə, düz xətt düzəndə neçə müxtəlif şua var. Biz bilirik ki, bir nöqtədən 2 dənə şua əmələ gəlir və burada 2 nöqtə olduğuna görə 2-ni vururuq 2-yə, 4 şua olacaq. Cavab 4. 78-dən. Biri digərinin yarısına bərabər olan iki bucağın fərqi 33 dərəcədir. Onda bucaqları biz belə götürək. Birini götürək 2x, o birisini götürək yarısı x olsun. Bərabərdir, fərqi deyir 33-dür. 33-ə həll eləyir. X bərabərdir oldu 33. Bu bucaqların cəmini istəyir. 2x üstə gəl, x bərabərdir 3x-a. 3 vur 33, bu da eləyir 99 dərəcə. 79-dan. M nöqtəsi şəkli çəkək. A, bura N, bura M, burada B. N'dən A'dan N'ə qədər 2-dir. M'dən B'yə qədər, buradan bura qədər isə 14-dür. Digər tərəfdən deyir, M nöqtəsi AB parçasının orta nöqtəsi. Bax, bu orta nöqtədir. Orta nöqtədirsə 2 ilə 14 toplayaram, eləyər 16. 16-nın yarısı da 8. Yəni, buradan bura qədər 8, buradan bura qədər də 8-dir. Bizdən M-ni istəyir. Bax, bu hissəni istəyir. Əgər buradan bu hissə 14-dürsə və bu aşağıdakı hissə 8-dirsə, bu hissəyə nə qədər qalar? 14-dən çıxaram 8, 6. Deməli, M-in də oldu 6 santimetr. Və yaxud da burada uzunluq vahidi verməyib 6 götürək. 80-də içəridəki bucaqların cəmi çöldəki bucağa bərabərdir. Yəni 43 üstə gəl x bərabərdir 70-ə. Onda x nəyə bərabər olacaq? 70 çıxılsın 43. Bu da eləyəcək 27 dərəcə. X-in dərəcə ölçüsünü istəyir. X oldu 27 dərəcə. 81-də bu uyğun tərəfləri paralel olan, uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Baxın, burada bir dənə perpendikulyarlıq əmələ gəlib, burada da bir dənə perpendikulyarlıq əmələ gəlib. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Burada alfa ilə betanın cəmin 60 verdiyinə görə, cəmlər 180 dərəcə olmadığına görə, onda alfa ilə beta bir-birinə bərabər olmalıdır. İkisinin cəmi 60-dırsa, 60-ı 2-yə bölürəm, hər biri olacaq 30 dərəcə. Deməli, həm alfa 30-dur, həm də beta 30 dərəcədir. Bizdən x çıxılsın, betanı istəyir. Bura 90 dərəcədir. Bura 90-dır. Çünki 90-ın qarşıdakı 90 olur. Bura 90 dərəcədir. Beta 30 dərəcədirsə, onda bu bucaq neçə dərəcə olacaq? Bax, buradakı bucaq. Buradakı bucaq da olacaq 60 dərəcə. Bu bucaq 60 olduğuna görə x-in qarşısındakı bucaq da bu. Deməli, x də 60 dərəcə olacaq. Bizdən x çıxılsın betanı istəyir. X çıx beta da belə 60 çıx 30. Cavab elə 30 dərəcə olacaq. 81-də 30. 82-ci sualda. Yenə uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Cəmləri 180 olmadığına görə buradakı cəmi 2-yə bölməliyəm. Yəni bunlar bir-birinə bərabər olmalıdır. 100 bölü 2, 50. Həm alfa, həm də beta bucağı 50 dərəcədir. X-i tapaq. Beta 50 dərəcədirsə, bura 90-dırsa, burada 90 olur. Bura 90-dırsa, beta 50-dirsə, x-ə nə qədər qalacaq? 40 dərəcə. Yəni, üçünün cəmi 180 verməlidir. Deməli, alfa çıxılsın x, alfadan da alfa 50-dir, alfa həm də beta 50-dir. 50-dən də çıxıram 40 dərəcəni, yerdə qalır 10 dərəcə. 82-də cavab 10.
83-cü sualda saatın saniyə əqrəbi 20 saniyədə neçə dərəcə dönür? Ümumiyyətlə, əvvəl biz baxmalıyıq ki, 1 dəqiqədə neçə saniyə dönür? 1 dəqiqədə neçə saniyə dönür? 360, maksimum 360 dərəcədə. Çünki saat çevrə əmələ gətirir. 360-ı bölərəm 60-a, bərabər eləyərəm 6 dərəcə. 20 saniyədə, yəni bu 1 saniyədə döndüyü dərəcədir. 20 saniyədə 20-ni də vuraram 6-ya, 120 dərəcə dönər. 84 ondandır. Burada da yenə 360-ı bölərəm 60-a, taparam ki 1 dəqiqədə nə qədər dönür? 6 dərəcə 1 dəqiqədə 6 dərəcə dönür. Çünki bu 60 hardan gəlir? 1 saat 60 dəqiqədə oradan gəlir. 6-nı da vuraram 10-a. Bu da eləyər 60 dərəcə dönür. 84-də də cavab 60. 85-ci sualda A B-yə paraleldir, C D-yə paraleldir. İkisinin dərəcə ölçüsünü tapın. Əgər bura 5x-dırsa, bunun qarşısındakı da 5x-dır. Sonra bunlar, bura 4x-dırsa, bunun qarşısındakı 4x-dır. Bunlar bir-birinə paraleldirlərsə, onda 4x-in çarpazı da bura düşür. Burada 4x-dır. Bu 5x ilə 4x necə əmələ gəldilər? Hansı bucaqları yəni əmələ gətirdilər? Daxili bir tərəfli bucaqları. Onda 5x üstə gəl 4x bərabər 180, çünki cəmləri 180 olur. 9x bərabər 180, x də bərabər 20 dərəcə. Cavab 85-də 20. 86-cı sualda bura 4 alfadırsa, bunun qarşısındakı da 4 alfa olur. Bunun çarpazı burada 4 alfa olur. Bura 2 alfadırsa, bunun qarşısındakı da 2 alfa olur. 4 alfa ilə 2 alfa daxili bir tərəfli bucaqlar əmələ gətirdi. Yəni cəmləri 180 dərəcədir. 6 alfa bərabərdir 180, alfa da bərabərdir 30 dərəcəyə. Alfanı istəyir, alfanı tapdıq 30. 87-ci sualda. Belə bir şəkil verib bizə. A bucağı buradır, bura 80-dir. B bucağı Y-dir, bura Y yazaq. C bucağı 30-dur, C buradadır 30-dur, 30 yazaq. D bucağı burada yazıblar 6x çıxılsın 4. İndi burada bizə şərt verib AB CD-yə paraleldir. Əgər AB budur, CD də budur. Əgər bunlar paraleldirlərsə, deməli burada kəsişəndə daxili çarpaz bucaqlar əmələ gəlib. Onda 80-in çarpazı buradır. Onda 80 nəyə bər? 6x çıxılsın 4 bərabər 80-ə. 6x bərabər 84, x də bərabərdir 14-ə. Y-in də çarpazı 30-dur. Elə Y özü də 30-a bərabərdir. Y çıxılsın x istəyir. 30 çıxılsın 14, bu da eləyəcək 16. Cavab 87, 16. 88-ci sualda A-nın yerinə x-dır, B-nin yerinə 20-dir, C-nin yerinə 3y çıx 4-dür, D-nin də yerinə 70-dir. 70-in çarpazı x-dır, yəni x elə 70-ə bərabərdir. 20-nin də çarpazı 3y çıxılsın 4-dür. 3y çıx 4 bərabər 20-yə. 3y bərabər 24, y də bərabər 8-ə. Buradan bizdən nə istəyir? X çıxılsın y fərqini istəyir. X çıx y də bərabərdir. 70 çıxılsın 8, bu da eləyir 62 dərəcə. 88-də cavab 62. 89-da. Uyğun tərəfləri perpendikular olan iki bucaqdan biri 94, ikincisi kör bucaq olarsa, ikinci bucağı tapın, dərəcə ölçüsünü tapın. Deməli, uyğun tərəfləri perpendikular olan bucaqlar demişik ki, ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Ya 94 və 94 ola bilər, ya da 94 və 180-dən çıxanda 94, 86 ola bilər. Deyir ki, birinci bucaq var, 94 olduğunu bilirik. Deyir, ikinci bucaq kör bucaq olarsa, ikinci bucağın dərəcə ölçüsünü tapın. Burada 86-nı götürə bilməli, çünki 86 kör deyil, iki bucaqdır. Deməli, ikinci bucağın da dərəcə ölçüsü ilə 94 olacaq. 90-cı sualda
Uzunluğu 50 olan parça 3 müxtəlif hissəyə bölünüb. Ortadakı parçanın uzunluğu 58 olarsa, kənar parçaların ortalarındakı məsafəni tapın. Bax, sanki parça budur. Bu 3 müxtəlif hissəyə bölünüb. Ortadakı 18-dir. Bu kənardakı kənar parçanın ortaları. Bu birinci parçanın ortası, bu da ikinci parçanın ortası. Bax, buradan bura qədər məsafəni istəyir bizdən. Biz əvvəl tapaq ki, birinci hissə ilə axırıncı hissəyə nə qədər uzunluq qalır. 50-dən çıxaram. 18 eləyər 32. Burada orta nöqtələrini deyir. Ona görə 32-ni bölərəm 2-yə. Eləyər 16. 16 ilə nəyə toplayaram? Bu ortadakını toplayaram ki, bütün bu məsafəni tapım. 16 üstə gəlsin 18. Bu da eləyər 34 santimetr. Sonra 91. Uzunluğu 60 olan parça 3 müxtəlif hissəyə bölünüb. Ortadakı parçanın uzunluğu 22 olarsa, kənar parçaların yenə eyni şəkildən də çəkməyəcəm. 60-dan çıxaram 22 ki, bu kənardakıların uzunluğunu tapım. Eləyər 38. 38-i 2-yə bölmək lazımdır. Çünki ortasını deyir, axı orta nöqtələr arasındakı məsafəni deyir. 19. 19-dan da ortadakı parça nə qədərdir? 22. Onu toplamaq lazımdır. Bu da eləyər 41. 92-ci sualda. Müstəvi üzərində açıq bucağın təpəsindən bir yarım müstəvidə yerləşən 3 müxtəlif şüa keçirilmişdir. Dərəcə ölçüsü 180-dən kiçik olan neçə bucaq alınır? Açıq bucaq budur. Tutaq ki, bu açıq bucağın təpəsindən 3 müxtəlif şüa keçirilib. Bir şüanın belə olsun, biri belə olsun, biri də belə olsun. Dərəcə ölçüsü 180-dən kiçik neçə bucaq alınır? Burada dərəcə ölçüsü ümumiyyətlə neçə dənə bucaq alındığını tapaq. Düstur belədir. N vur, N çıx 1 bölünsün 2-də. N də burada nədir? Düz xətlərin sayı. 1, 2, 3, 4, 5 və yaxud da şüaların sayını da götürə bilərik. 5 dənə şüa var burada. 5 vurulsun, 5 çıx 1 bölünsün 2. 5-dən 1 çıxanda 4 eləyir. 4-ü 5-ə vuranda 20, 22-yə bölündə 10. 10 dənə burada bucaq alındı. Axı bizə deyir 180-dən kiçik. Bu bucağın biri 180-dir də burada. Çünki mən cəmi bucaqları tapıram. Ona görə də ondan çıxaram biri 9 dənə 180-dən kiçik bucaq alınacaq. 93-də müstəvi üzərində açıq bucağın təpəsindən bir yarım müstəvidə yerləşən 4 müxtəlif şüa keçirilmişdir. 1, 2, 3, bu da 4 olsun. Neçə dənə burada şüa var? 1, 2, 3, 4, 5, 6 dənə şüa var. Deməli, N vur, N çıx 1 bölünsün 2. N-in yerinə 6 qoyuram. 6 vur, 5 bölünsün 2. Yəni, 6-dan 1 çıxdım 5. 6, 5-im 32-yə böləndə 15. Dərəcə ölçüsü 180-dən kiçik yenə deyir. Çünki burada bir dənə açıq bucaq var. Çıxmaq lazımdır. Açıq bucağın dərəcə ölçüsü 180 dərəcə olur axı. Cavab elədi 14 dənə 180-dən kiçik bucaq var. 94-cü sualda AB A ilə B paraleldir. C isə B-yə perpendikulyardır. Əgər C B-yə perpendikulyardırsa, onda alfa ilə 2 alfanın cəmi 90 dərəcə olur. 3 alfa bərabər 90-a, alfa da bərabərdir 30 dərəcəyə. Bizə x-in dərəcə ölçüsünü istəyir. Baxın, buradakı alfanın qarşısındakı burada alfadır. Alfanı 30 tapmışıq. Alfanın qarşısındakı bucaq buradır. Burada alfadır. Bu bucaqla da x daxili bir tərəfli bucaq əmələ gətirirlər. Ona görə də daxili bir tərəflərinə cəmi 180 dərəcə olur. 180-dən də çıxaram alfanı, yəni 30-u. X bucağı üçün dərəcə olacaq 150 dərəcə. Sonra burada da yenə eyni sualdır. Alfa ilə 2 alfanı toplayaq, bərabər eləyək 90-a. Çünki buna perpendikulyardır. Perpendikulyarsa 90 dərəcə əmələ gətirir. 3 alfa bərabər 90-a, alfa da bərabər 30 dərəcəyə. X-in dərəcəsini istəyir. X-in qarşılıqlısı buradır. Burada X-dir. 2 alfa. 2 alfa, alfa 30-sa 2 alfa 60 dərəcədir. Onda burada düşür 2 alfa, yəni 60 dərəcə. Bax, buradakı bucaqlar, bu ikisi, bura X oldu, bura 2 alfa oldu. Yəni qarşılıqlısından istifadə edirəm. X və 2 alfa daxili bir tərəfli bucaqlar. Cəmləri 180 dərəcədir. Ona görə X bərabər olar. 180 çıxılsın 2 alfaya. Yəni 180 çıx 60. X olar 120 dərəcə.
95-ci sualda. Alfa və beta qarşılıqlı bucaqlarının cəmi 100 dərəcədir. Qarşılıqlı bucaqlardırsa, ya bir-birinə, ümumiyyətlə qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Cəmi 100 dərəcə veribsə bizə, deməli, həm alfa, həm də beta 100-ün yarısı olacaq. 50 dərəcə. Gətirək yerinə qoyaq. 5-də 1 vur 50, üzərinə gəl. 4-də 3 vur 50, həll eləyək. 5 ilə 50 ixtisar gedir, burada qalır 10, üzərinə gəl. Bu 2 dəfə 2-yə gedir 25. 3 vur 25, 75 bölü 2. 10 üzərinə gəl, 75-i də 2-yə böləndə 37,5 eləyir. 37,5 ilə də 10'u toplayanda 47,5. 97-də. Cədvəldə bir nöqtədən keçən düz xətlər və o düz xətlərin və onlara uyğun şüaların sayı göstərmişdir. Bilir ki, bir nöqtədən 2 düz xət keçir. Bir nöqtədən 2 şua əmələ gəlir düz xət üzərində. Onda əgər burada düz xətlərin sayı 2-dirsə, eni taparkən şuanın sayı olacaq 2 vur 2, 4. Emi taparkən şuanın sayı olacaq 5 vur 2, 10. 10 və 14 toplamaq lazımdır, 14. Baxın, bu şəkli də bu formada çəkə bilərsiniz. Məsələn, deyir bir nöqtədən keçən düz xətlər. Tutaq ki, bir dənə nöqtə budur. Bu nöqtədən 2 dənə düz xət. Düz xətdən sayı 2, 2 dənə düz xət keçirdik. Bu görürsünüz, şua. Şuanın biri budur. Biri budur. Biri budur, bir də budur. Çünki şuanın başlanğıcı var, sonra 4 dənə şua əmələ gəldi. Bax, bu oradan gəlir. Ona görə də 2-ni 2-yə vururum. 2 qatı olur da, 2 dəfə çox əmələ gəlir. 5-i də 2-yə vurdum. 98. A bucağı, A düz bucaq, B kör bucaq və bu cəm 260 dərəcə olursa, C-nin dərəcə ölçüsünü ala biləcək ən kiçik qiymət tapın. B kör bucaqda yazaq. A'nın düz bucaq olduğunu bilirəm. 90 dərəcə üzərinə gəl. Bucaq C bərabər 260-a. Bucaq B ilə bucaq C-ni toplayaram. 260 ilə 90'ı toplayanda eləyir. Yəni 90 B ilə keçəcək, toplanacaq, olacaq 350 dərəcə. C-nin dərəcə ölçüsünün ən kiçik qiyməti. C-nin ən kiçik qiymətini tapmaq üçün B-nin biz ən böyük qiymətin, ən böyük tam qiymətini götürməliyəm. B-nin ən böyük tam qiyməti 179-dur. Çünki kör bucaqdır axı. 180 olsa açıq bucaq olar. Ona görə 179 götürürüm. Onda buradan C bərabərdir. 350-dən də çıxaram. 179 eləyər. 71 dərəcə. Yəni C-nin ən kiçik qiyməti 71 ola bilər. 99-cu sualda şəkli çəkək. 2 dənə burada belə paralellik var. Belə. Gamma, bura 30 dərəcədir, bura 70'dir, bura betadır, bura da alfadır. Deməli, A ilə D paraleldir. D burada. Bura A'dır, bura D'dir. B ilə E paraleldir, bir də C ilə M paraleldir. C buradır, M də burada. 3 dənə burada paralellik var. Və bu paralelliyə görə, əmələ gələn, yəni kəsənlə əmələ gətirdiyi bucaqların xəstəsinə görə biz alfa, beta və qammanı təyin eləyə bilərik ki, bunların cəmini tapaq. İndi baxaq. Bu düz xətlə, bu düz xət paraleldirsə, bu A ilə D-dən söhbət gedir. Bu onu kəsəndir. Bax, C olur kəsən. Kəsənlə əmələ gətirdiyi daxili çarpaz bucaqlar bərabərdir. Yəni, qamma üstə gəl 30 bərabərdir 70 olacaq. Deməli, qamma bərabərdir 40 dərəcəyə. Digər tərəfdən burada da baxın, bu xətlə bu bir-birinə paraleldir. Və burada bu kəsəndir. Deməli, daxili çarpaz bucaqlar alfa üstə gəlsin beta bərabər olacaq 70'ə.
Burada alfa betanı ayrı da tapmaya ehtiyac yoxdur. Çünki elə cəmin istəyir bizdən. Onda alfa üstə gəl, beta üstə gəl, qamma bərabər olur. Alfa betanın yerinə 70 yazaram. Qammanın da yerinə 40 yazaram. Bərabərdir 110 dərəcə olacaq. 100-cü sualda 120 cm uzunluğunda olan parça 3 bərabər hissəyə bölünüb. Verilmiş parçanın başlanğıc nöqtəsi ilə sonuncu hissənin orta nöqtəsi arasındakı məsafə neçə santimetr olar? 3 bərabər hissəyə deyirsə 40, 40 və 40 ola bilər hissələr. Verilmiş parçanın başlanğıc buradır. Nöqtəsi sonuncu hissənin ortası. Sonuncu hissə də buradır. Bunun ortası, yəni buradan bura qədər məsafəni istəyir. Bunun ortası arasında 40, 40. Orta məsafədə nə qədər olacaq? 40-ın yarısı 20. Deməli, cavab eləyəcək. Üçünü də bir yerdə topladıqda 100. 101-ci sualda, bu da elə buna oxşar sualdır. 180 cm-lik parçadır. 180 3 bərabər hissəyə bölünüb. Deməli, olacaq 60, 60, 60. Yenə başlanğıc parça buradan başlayır, sonuncu hissənin ortası. Buradan bura qədər məsafəni istəyir. Bu 30 olacaq. 30, 60, 60'ı toplamaq lazımdır. Eləyəcək 150. 102-ci sual. AB parçası üzərindəki nöqtə onun birinin uzunluğu digərinin uzunluğunun 26%-ni təşkil edən iki hissəyə bölünür. Biri x-dır, onda o birisi də olacaq 0,26x. Yəni x-in 26%-i necə tapılır? X vur 26 bölü 100 formasındadır bu formada. Bunda onluq kəsilən 0,26x yaza bilərik. Bundan fərqi 74-dür. Onda çıxaq bunları bir-birindən. X çıx 0,26x bərabər 74-ə. 0,74x bərabərdir 74. X bərabərdir 74 bölünsün 0,74. Bu da bərabərdir 100-ə. Sualda bizdən nə soruşur? Parçanın uzunluğunu istəyir. Parçanın uzunluğu, yəni iki hissəyə bölünüb də, x və 0,26x hissələrinə bölünüb. Bunun cəmini tapaq. Eləyəcək 1,26x. X-in də qiyməti 100-dür. 1,26 vurulsun 100. Bu da eləyir 126. 103-cü sualda AB-yə paralel olarsa x-in dərəcə ölçüsünü tapın. Burada deməli içəridəki bucaqların cəmi bərabərdir çöldəki bucağa 80-ə. X də bərabərdir 80-dən çıxacağım 46, 34 dərəcə. 104 də bundandır. 22 və 33-ün cəmi x-ə bərabərdir. X bərabərdir 55 dərəcə. 105-də OC şüası AB bucağının tərəfləri arasından keçir. AB bucağı çəkək. Bu da olsun OC şüası. AOC bura 3K'dır, bura 4K'dır. BOC bucağı, BOC bu bucaq 4x bərabərdir 22-yə. Bizdən AOB bucağını istəyir. AOB yəni bütün bucağı istəyir. 7x bərabərdir sual işarəsinə. Əgər 4x 22-dirsə, buradan x-i tapaq. 22-ni bölək 4-ə, eləsin 5,5. 7x tapmaq üçün də 7-ni vuraram 5,5-ə. Çünki AOB-ni 7x-lə işarət etmişəm axı. 7-ni 5,5-ə vuranda 38,5 dərəcə. 106-cı sualda AB, CD və EF nöqtələri düz xətt üzərində kəsişir. Şəkli çəkək. Biri belədir, biri də bu formada. EOB. EOB. Bax bu bucaq. Bu bucaq 110 dərəcədir. Onda bunun qarşıdakı da 110 dərəcə olacaq. Yəni AOF də 110 dərəcə olacaq. FOD. FOD buradır. Bura 46 dərəcədir. Bunun qarşıdakı burada 46 dərəcədir. Bizdən AOC-ni istəyir. Yəni bu bucağı istəyir. Bu açıq bucaqdır. EOF bucağı. Bu açıq bucaqdır. Açıq bucağın üstündə dərəcə ölçüsünün biri 46, biri də 110 dərəcə olan iki bucaq qurulubsa, onda digər bucağı tapmaq üçün 110 ilə 46-nı toplayaram. 156. 180-dən də çıxaram 156-nı.
24. Deməli, bura oldu 24. Bunun qarşısındakı da 24 həmçinin. Məndən AOC-ni istəyirdi. Ona dərəcə ölçüsü olacaq 24 dərəcə. 107-ci sualda AB paraleldirsə, bu üçünün cəmi 360 dərəcədir. 70 üzərinə gəl, x üzərinə gəl, 170 bərabər 360 dərəcə. 70 və 170 toplayanda 240 üzərinə gəl, x bərabər 360, x da bərabər 360-dan çıxaram 240-ı, x eləyər 120 dərəcə. 108-də uyğun tərəfləri paralel olan iki bucağın fərqi 40 dərəcədir. Uyğun tərəfləri paralel olan bucaqların cəmləri 180, fərqləri də 40 götürək. 2x bərabər 220, x bərabər də 110 dərəcə. 10 y bərabər də 70 dərəcə. Kiçiyi istəyir, kiçik bucaq 70 dərəcə. Uyğun tərəfləri perpendikular olan iki bucağın dərəcə ölçüsü 200 nisbətindədir. 2k üzərinə gəl, 3k bərabər 180. 5k bərabər 180, k da bərabərdir 36-ya. Bizdən böyük bucağı istəyir. Böyük bucaq 3k'dır. 3 vur 36, bu da eləyir 108 dərəcə. 110-da iki düz xəttin kəsməsinə əmələ gələn bucaqlardan biri o birindən 20 dərəcə kiçikdir. Deməli, biri x-dır, biri də olsun x üstəgəl 20. Yəni, x üstəgəl 20-də x çıxanda 20 dərəcə olur. Bərabərdir 180-ə. İki düz xət kəsişdikdə, baxın, bu söhbət bundan gedir. İki düz xət kəsişdikdə, burada 4 dənə bucaq əmələ gəlir. Bu bucaqla bu bucaq qarşılıqlıdır, yəni alfa, alfa. Bundan da bu qarşılıqdır, beta, beta. Əgər iki düz xət kəsişəndə alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçikdirsə, söhbət burada qarşılıqlı bucaqlardan gedə bilməz. Qonşu bucaqlardan gedə bilər. Qonşu bucaqlarına cəmləri 180 dərəcə. Ona görə də bu şərti yazıb 180 dərəcə yazdım. Həmçinin bunun digər alternativi belə də yaza bilərsiniz. X-dən Y toplayarsınız 180, X-dən Y çıxarsınız 20 dərəcə. Deyir, axı, bir o birindən 20 dərəcə kiçikdir. Və yaxud da bundan da yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Bununla ilə davam edək. 2x bərabərdir 180, 20 çıxanda 160, x bərabərdir 80 dərəcə. Bu bucaqları tapın. Biri bu bucaqlardan böyüyünü tapın. 80-dirsə, deməli, o birisindən nə olacaq? 180-dən çıxaram 80-i, böyük bucaq olacaq 100 dərəcə. 11-ci sualda iki düz xəttin kəsməsini alan bucaqlardan biri o birinə 20 dərəcə kiçikdir. Bu bucaqlardan kiçiyini tapın. Bu elə eyni sualdır. Elə buradan bu həllə götürmək lazımdır. Bax, bu həllə. X üstəgəl 20. 180-dir. X tapdıq 80. Buradan. Kiçik bucaq istəyir. Kiçik bucaqda elə olacaq 80 dərəcə. 112. İki düz xəttin kəsişən iki düz xəttin əmələ gətirdiyi bucaqlardan ikisinin fərqi 46 dərəcədir. Yenə də yəni kəşdikdə əmələ gətirdiyi bucaqlar deməli sayılacaq qonşu bucaqlar. Fərqi 46-dırsa, biri x götürək, birində x üstəgəl 46 götürək, bərabər 180. 2x bərabərdir 180-dən 46 çıxanda 134. 134-ü 2-yə böləndə 67. Kiçik bucağı istəyir. Kiçik bucaq elə olacaq 67 dərəcə. Çünki böyük bucaq 180-dən 67 çıxanda 67-dən böyük gedə tanınır. Ona görə 67-ni götürəcəyik burada kiçik bucaq. 113-cü sualda AN və PB düz xətləri M nöqtəsindən kəsişir. AMB bucağı ilə bu bucaqla PMB bucağı, bu bucaq qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar da biz bilirik ki, bir-birinə bərabərdir. Ona görə də yazıram. 3-də 1 x üstəgəl 30 bərabərdir. 2-də 1 x üzərinə gəl 10-a. 3-də 1 x çıx, 2-də 1 x bərabər 10 çıx 20, 10 çıx 30. Bundan bunu çıxanda mənfi 6-da 1 x eləyir. Bunda çıxanda mənfi 20 eləyir. X də bərabərdir. Çarpaz vursaq, mənfi 20-ni mənfi 6-ya vursaq 120 dərəcə eləyəcək. 120 dərəcə eləyir. Gətirək indi burada yerinə qoyaq. AMB bucağını tapaq. 3-də 1 vur 120, üstəgəl 30 bərabərdir. 120-ni 3-ə böləndə 40 eləyir. 40-la 30-u toplayanda 70 dərəcə. Bu oldu 70. Bizdən BM bucağını istəyir. BMN. Bura 70-dirsə, bu da onun qonşusudur. 180-dən də çıxaram 70-i eləyər 110 dərəcə.
BMM bucağı. Burada da 114'te də eyni sualdır. Yenə də burada qarşılıqlı bucaqlardılar. Bərabərləşdirək, həll eləyək. 5'də 1 x çıx, 4'də 1 x bərabər 5 çıxılsın ona. Burada əkob 20'dir. Mənfi x bərabər mənfi 5'ə çarpaz vursam eləyər 100. Yəni 20'ni mənfi 5'ə vurdum, mənfi 100, mənfi 1'ə böləndə 100 eləyir. Bucağı tapaq. 5'də 1 vurulsun 100, üzərinə gəl 10. 100 ilə 5 ixtisar gedir 20, 20 üstünə 10 gələndə 30. Bizdən AMP-ni istəyir, AMP-ni. Yəni AMG əgər 30 dərəcə, bura 30 dərəcədirsə, burada onun qonşusudur. 150 çıxılsın 30 olar. Cavabı yazdım. 180 çıxılsın 30 olar, yəni 150 dərəcə olar. AMP bucağı oldu 150 dərəcə. 115-ci sualda uzunluğu 30 olan parça bu nisbətdə ayrılıb. 2K üzərinə gəl, 3K üzərinə gəl, 5K bərabərdir 30. 10K bərabər 30'a, K da bərabərdir 3'ə. 2K nə qədər olar? 2K 6 olar, 3K 9 olar, 5K da 15 olar. Deyir ki, 3'dən nisbətdə ayrılıb, biraz böyük, bu da daha böyük. Birinci parçanın sonu ilə, birinci parça burada bitir. Birinci parça 6, ikinci parça 9, üçüncü parça 15 santimetrdədir. Birinci parçanın sonu ilə, üçüncü parçanın orta nöqtəsi, bax, buradan bura qədər məsafəni istəyir. Bunu bilirəm, 9'dur. Bəs bu nə qədər olacaq? Ortası 15'in yarısı, yəni 7,5. 9 üzərinə gəl, 7,5. Cavab eləyəcək 16,5. 116 da bundandır. 3K üzərinə gəl, 4K üzərinə gəl, 2K bərabərdir 45'ə. 9K bərabərdir 45'ə, K da bərabərdir 5'ə. 3K bərabərdir 3 5'im 15, 4K bərabər 4 5'im 20, 2K bərabərdir 2 5'im 10. Üç K buradır 15, 4K olsun bura 20, 2K da olsun bura 10. Deyir birinci parçanın ortası ilə, bax ortası buradır. İkinci parçanın sonu, buradan bura qədər məsafəni istəyir. Buranın 20 olduğunu bilirəm. Bunda yarısı, 15'in yarısı 7,5'dir. 7,5. 7,5 və 20'ni toplamaq lazım. Bu deyir 27,5. 117. Şəkli çəkək. Bura deyirəm məsələn Y, bura X deyirəm, burada Z deyirəm. AOC çıxılsın AOB bərabər 36, AOC çıxılsın BOC bərabər 48. Buradan biz belə yaza bilərik. AOC-nin X-dən işarət etmişəm də, X çıxılsın AOB-nin də Y-dən. X çıx Y 36 yazaram. Digər tərəfdən X çıx Z, yəni AOC çıxılsın BOC-də yazaram 48. Bunlar tərəf-tərəfi toplayaq. X-ın X toplayanda 2X çıxılsın Y çıxılsın Z bərabər 36 ilə 48 toplayanda 84. Yəni tərəf-tərəfə toplamaq o demək deyil ki, işarələrini dəyişəm. Çünki Y çıxılsın Y nə üçün yazdım? Y-in işarəsi mənfidir. Bunu toplayanda onsuz da bu mənfi qalır. 2X çıxılsın bərabər 84-ə. Digər tərəfdən də bu üçünün cəmi X üstə gəl, Y üstə gəl, Z 360 dərəcədir. Buradan Y üstə gəl, Z nəyə bərabərdir? 360 çıxılsın X-a. Bu ifadənin yerinə 360 çıxılsın X qoyarım. Yəni 2X çıxılsın 360 çıx X bərabər 84-ə. Mötərizəni açaq. 2X ilə X toplayanda 3X bərabər 84 ilə də 360 toplayanda 444. X də bərabərdir. 444'ü bölərəm 3'ə. Eləyər 148. Bizdən AOC-ni istəyir. AOC-ni də elə X-dən işarət etmişdim. Elə AOC olacaq 148 dərəcə. Digər suala baxaq. Sonuncu sual.
A və B qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdirlər. A-nın dərəcə ölçüsünü 10% azaldım. 10% azaltsam olacaq 90%. Yəni alfa vur 90 bölü 100. B-ninki isə 60% artırsalar. Qonşu bucaqlar alınır. Qonşu bucaqların cəmləri 180 dərəcədir. Ona görə ortaya üstə gəlmə yazırıq. 60% artırmaq onun 160% deməkdir. Beta vur 160 bölü 100. Bərabər 180 edir. Qonşu bucaqlar anlardı. Ona görə cəmi 180 edir. Bu yer 0,9 alfa üzərinə gəl. 1,6 beta bərabər 180-ə. Alfa beta axı dedi bir-birinə bərabərdirlər. Ya alfanı betana ya da betanı alfa ilə əvəz eləyək. 0,9 alfa betanın yerinə alfa yazaq. 1,6 alfa bərabər 180-ə. 2,5 alfa bərabər 180. Alfa da bərabər 180-i bölürəm 2,5-ə. Bu da eləyir 72. Bizdən nə istəyir? Alfa beta cəmini tapın. Alfa beta bir-birinə bərabərdirlər. Elə bunun da yerinə betanın da yerinə alfa yazıram. 2 alfa bu da bərabərdir. 2 vur 72 eləyir 144 dərəcə. 118-də cavab 144.